Hər günə bir vlog seriyama xoş gəlmisiniz. Mənim ən sevdiyim səhər yeməkləri həmişə yulafla və meyvələrlə hazırladığım səhər yeməklər olur. Ümumən ən sevdiyim fəsillərdən birisi yay fəslidir. Çünki antioksidanlı meyvələr bol olacaq yay fəslində. Mən də çoxlu səhər yulaf hazırlayacağam özüm üçün fərqli-fərqli. Burada pişiyi görürük. Görün harda yatıbdı bu pişik. Ayva çox şirin idi. Uzun müddət Rafet romanın Yalancı Şahidin mahnısına qulaq asıram, amma Edison ifasında. Bilmirəm, çox yaxşı təsir edir mənə. Bu da Make Up Forever'a dupe olan Shiglam'ın paletidir. Çox qəşəng paletdir kontur üçün. Məncə, yəni okeydir. Daha sonra paltarlarımı atıram yumağa. Düzü paltar yumaqdan elə də çox yaxşı anlayışım yoxdur. Onsuz da paltar yuyan yuyur. Daha sonra evləri təmizləyirəm, silirəm, süpürürəm, masanın üstünü sərgiyə salıram. Yəni ki, ağıllı qız oluram. Sonra gəlib baxıram mətbəxdə, mama qəşəng kartoşka ilə balıq qızardıbdı. Burada isə balığın başını görürük. Mənim ən sevdiyim balıq fareldir. İkinci yerdə isə skumbriya balığı gəlir. Yediklərimizi həzm eləyib rahat bir yuxu yatmaq üçünsə belə bir melisa çayı içirik. Arxasını oxuyandan sonra gördüm ki, içində melisa azdır, daha çox quru meyvələr var. Bu çayı rozmadan əldə etmişdim. Sağ olun.